Naxçıvanlıların 70%-i Türkiyədə işləyir. Demək, Naxçıvanı boşaltma prosesi gedir və Naxçıvanlıların, demək, o Əvəz Zeynalov var, Əvəz Zeynalov jurnalist, mən ondan oxudum, gördüm, o bir dənə bir məlumat yazıb ki, böyük bir yazı idi. Naxçıvanlılar mənə şikayət edib yazır ki, o deyir, biz neçə illərdir yetim böyüdürük. Yəni, uşaqlarımız yetim büyüyür, belə də yazıb. Yetim yəni necə? Biz gedib Türkiyədə bir loğma çörək dalınca işləyirik, təqir olunuruq, amma bizim bağlarımız Naxçıvanda qalır, biz məcburuq ki, onları bu yolla saxlayaq, onlara pul qazanaq, çörək qazanaq və biz illərlə övladlarımızı görmürük, ailəmizi görmürük. Yəni, bu proses də deyəsən həmin prosesin ucudur. Yəni, bunlar baxmırlar, Naxçıvandır, Talışdır, kimdir? Bu cür Azərbaycanı boşaltmaq istəyirlər. Ümumiyyətlə, bu Azərbaycanlılar qabaq